Assalamu aleykum, hər vaxtınız xeyir olsun inşallah. Deməli, dəyərli izləyicilər, gördüyünüz bu ev Sumqayıt şəhəri 39 nömrəli marşrutun konetindən 150 metr məsafəsi var. Bax, 39 nömrəli marşrutun konetindən 150 metr məsafəsi var. Və nəzərinizə çatdırım ki, ilk öncə bir dənə videonu keçməzdən öncə bunu dinləyin. Bax, bu ərazidə Yaşıldərə deyəndə, yəni nəzərimizə Yaşıldərənin o nəmişli yerləri filan gəlməsin ha. Yəni tam cavab deyən buranın nəmişli olmamağına. Bir dənə yerin çək buranın. Bax, dəyərli izləyicilər, qupqurudur. Bu ərazidə nəmişlik ola bilməz. Deməli, hal-hazırda satışa çıxartdığımız ev gördüyünüz kimi neçə daşdır? 10 daş kürsüdür. Ümumi 100 kvadratdır. 4 sotun içindədir. Bax, dəyərli izləyicilər, bir dənə bu nüansa diqqət edin. 4 sot torpaqdır, amma yeri 4 sotdan çoxdur. Yəni 4 sotdan çox, 4 sot yarımdır. Yəni biz 4 sot deyirik ki, yarım sotda hava xoşumuz. Evin ərazisində nələr var? Göstərirəm sizə. Gəl bura. Bax, bir dənə buranı çək, zəhmət olmaz. Bax, dəyərli izləyicilər, bu fundamenti görürsünüz yerdə. Bu fundamentdən üzü oyna, evə nə qədər torpaq qalırsa, alan adama məxsus olacaq. Gəl bura qaldır. Yenə də deyirəm, heç kim bura bugünkü gündə almaq istəsə fikirləşməsin. Yəni, buranın quruluğuna cavab deyil. Yəni, bu ərazi hündür ərazidir. Bunda nəmişlik yoxdur. Bax, evin altı bu cürdə padval qismindədir. Yəni, bu evi alan şəxs kombisidir, filandır, əşyaların yığmaq üçün hər bir şey var, şəraiti var. Bir dənə elə buradan evin bir dənə patologunu göstər. Bir dənə dəyərli izləyicilər, çornupoluna baxın on. Yəni, hələm adam evində belə çornupol vurmur da, yəni. Keçək bir dənə zəhmət olmasa. Deməli, dəyərli izləyicilər, bax, evin arxasında bir dənə fikir verin bura. Bax, özü gönlünüzü səliqəli. Bax, evin içərisində, arxasında belə bir şərait yaradır. Gəlsəz burada, nə bilim, nə heyvan istəsəz saxlaya bilərsiniz. Bax, hər bir şəraitində yaradır. Allah bərəkət versin, hal-hazırda da özü saxlayır. Keçək. Terası var, balkon kimi. Yəni, istəyən adam üçün fikrinə görə istəsə biraz da qabağa artıra bilər. Yəni, super bir şey alırlar burada. Dəyərli izləyicilər, evimiz hal-hazırda, bax, bu cür vəziyyətdədir, gördüyünüz kimi. 3 otaqdan ibarətdir, sonra polu tam olaraq vurulur. Gəl buradan dənqadır. Zəhmət olmasın, gəl. Baxın, dəyərli, mən indi özüm sizə çəkib təqdim edirəm. Bax, evimizin mətbəx hissəsidir bu, gördüyünüz kimi. Evin mətbəx hissəsidir. Bax, dəyərli izləyicilər, bax, evimizin qonaq otağıdır. Yəni, mən nəzərinizə çatdırım ki, ev çox böyükdür. Çox böyük, geniş evdir. Bax, bura sanitar qovşağın yeridir, oradan tikilməyib, bir dənə alan adam özü tikəcək. Burada da ən aşağısı, bax, bu ərazidə torpağın sotu 6000-dən başlayır. 6000 manatdan. Kəmərinə də fikir verirsiniz də evin. Real alıcı olsa inşallah, ev sahibi 42 min deyir, real alıcı ilə qiymətdə özü razılaşacaq.